Harcayım, harda xırdalanda, Allah, Məhəmməd ya Əli. Gözəl operasiya görür, bir də evin çölünü görsəz, gözəl ev görsədirəm. Bunu bir gözəl düzəltsək, mənim xalqıma görsəz, gör ən qəşəng 2 mərtəbəli ev görür. Dəmir barmaq olur da, bax, görürsün nə qəşəngliyi. Hamısı var. Hamısı var. Özdə ki, altın qarasına maşın girir. Maşın girən yer, özdə ki, su da gəlir. Gör, su gələn yerdə hamısı var, bağlanır. Gözə kranı da var, buranın yumağı eləmə, motor da var, zapasını oyunuz, bakı da var, kombi sistemi, minutka, daxil olan indi içəriyə. Sol tərəfdə pilləkəndi sanuzi. Burada kukunadır. Gör nə boyda kunası var, kukuna möbilə zevqlə yığılır. Bir də usullar xalı necə, hər bir şey qalır. İstipol, qəşəng bir istipol. Bəh-bəh, özü havalı da, hər tərəfi çıxılır. Belə ev yoxdur. Ancaq biz sizin xasinizizcə evlər tapırıq. Allah, Məhəmməd gəl, Allah satanlar xeyir versin, alırlar. Daha ki, baxın 2-ci mərtəbəyə. Bəh-bəh, 2-ci mərtəbədə sanuzil var. İkinci mərtəbədə sanuzil, görürsünüz. Geçək, bu da 2-ci otaq. Bu 2-ci otaq, geniş otaqlar. İçində hər şeylər qalır burada. Nə var qalır? Bura 3-cü otaq. Patron 3 metreden yuxarıdır. Görsən nə kəsövlən yığılır. Burada 4-cü otaq. Dediyim kimi, hər tərəf işıqlı. Qəşəng, içində olan şeylər qalır. Evin qiyməti 79 min lira, mən aşağıda yer var. Allah satınına xeyir versin, alana da. İmam Hüseyin xatirini istəmişəm. Gəlin alın, yolunuzu gözləyirik.